Siz də hansı turşuların hidro və ya dihidroz əmələ gətirdiyini asanlıqla öyrənmək istəyirsinizsə, onda bu videonu axıra kimi izləyin. Əgər mənim turşumda bir dənə hidrogen varsa, yəni bir əsaslıdırsa, bu zaman görürəm ki, bir dənə hidrogenim var, elə deyilmi? Birdən çıxacam 1, alınacaq 0. Deməli, mənim bir əsaslı turşum turşsuz əmələ gətirməyəcək. Keçirəm sulfat turşusu. Sulfat turşusu 2 əsaslı turşudur. 2 əsaslı turşu olduğuna görə 2 dənə hidrogenim var. Neyniyəcəm burada? 2-dən 1-i çıxacam. Alınacaq 1. Deməli, bu 2 əsaslı turşularımız bir dənə turşduz. Yəni, nə əmələ gətirəcək? Hidroduz əmələ gətirəcək. Nümunə kimi yazıram bura. Ola bilər natrium HSO4. Deməli, nə alındı? Turşsuz alındı və hidroduz alındı. Ortofosfat turşusuna baxıram. 3 əsaslı turşudur. 3 dənə hidrogeni var. Nə edirəm? 3-dən 1-i çıxıram. Alınır 2. 2 alındığından deməli 2 dənə turşsuz əmələ gətirəcək. Biri olacaq hidroduz, biri də olacaq dihidroduz. Nümunə kimi yaza bilərəm. Məsələn, natrium H2PO4 hidroduzdur. Bir də natrium 2 HPO4. Bu nə sayılacaq? Hidroduz. Bu turşular istisnadır. Bu turşuların tərkibində 3 dənə hidrogen olmasına baxmayaraq 3 əsaslı deyillər. Bunda 3 dənə hidrogen olmasına baxmayaraq bu nə sayılır? Bu sayılır 2 əsaslı turşu. 2 əsaslı turşu sayıldığından 2-dən 1 çıxacam. Alınacaq 1. Deməli, nə əmələ gətirəcək? Bir dənə hidroduz əmələ gətirir. H3PO3-də, H3PO2-də 3 dənə hidrogen olmasına baxmayaraq bir əsaslı turşudur. Və bir əsaslı turşu olduğundan 1-dən 1-i çıxacam, alınacaq 0. Yəni, bu ümumiyyətlə turşsuz əmələ gətirməyəcək.